Salam aleyküm. Uşaqlar başlayaq. Da indi yığılanlar yığıldı, yığılmayanlar da indi. Gələrlər yavaş-yavaş. Cavabları yenə yazın. Başlayaq. Deməli, 1-ə Y yazan var, 4-lə 5. Amma mən baxıram ki, heç Y cavab deyil. B yazan var, D yazan var. Onunla da C-yə də toxunun da bütün variantları izah edək. Buyuraq bir-bir izah edək onda. Deməli, bizə nə soruşur? Choose the correct sentences with the noun in the passive case. İsmi yeri yalda düzgün olan cümləni seçin. Paul and Matilda's elder brother is serving in army. Paul və Matilda'nın böyük qardaşı orduda xidmət edir. Burada söhbət qardaşdan gedir deyə, bədən üzvləri deyil deyə, Paul və Matilda'nın ortaq qardaşı ola bilər. Və bu qardaş apostrof S bir dənədir, qardaş da təkdədir, mübtəda təkdədir deyə, xəbər də təkdədir. Bu düzgün cümlədir. Biri götürürük. We spent the whole night at the Whites. Biz bütün gecəni White'ların evində keçirdik, amma yox, Whites belə yazılmır. Əgər bu Z artiklı inandısa, düzdür, bu yazılmalıdır. Z, Whites əvvəlcə cəmlənməlidir, sonra apostrof götürməlidir. Əgər apostrof S-dirsə, onda o ya Mr. Whites olmalı idi, ya Mrs. Whites olmalı idi, ya Miss Whites olmalı idi. Belə yazılışlar düzgündür. Amma o cümlə özü səhv. Aydındır mı? Bu getdi. The Whites belə yazılır. Sonra Rachel and Pamela's eyes, əslində mən birdə bunu izah elədim. Rachel və Pamela'nın gözləri deyirsə, bu bədən üzvləridir, ayrı-ayrı olmalıdır. İkisinə də apostrof S düşməlidir. Rachel's and Pamela's eyes. İki dənə ayrı-ayrı apostrof S'lər. Daha ortaq gözlər ola bilməz deyə bu yazılış səhv. This is my parents' country cottage. Bu mənim valideynlərimin kənd evidir, həyət evidir, kotejdir. Düzdür? Mənim valideynlərim cəmdə S apostrof yerində. 4-ü də götürürəm. Düzdür? 5-dəki səhv. 5-də yola 2 dənə səhv var. Birincisi deyir, where is the bathroom's lights? Bu, hamamın işıqları deyirsə, nəyə görə of-da ifadə qurmur? Nəyə görə hamamın işıqlarını apostrof S-lə yazır? Deyək ki, apostrof S düzdür, amma bəs işıqlar cəmdədirsə, niyə where izlə işlənsin? Veya ar olmalı idi. Ona görə 5 desəm. Düzgün cavab 1-4 verəlim. Sualınız varsa verin, yoxsa keçək 2-yə. Var ikinci cavabını yazın.
D yazanlar var. Yoxlaya görə nə deyir? Bəli, məna testləri, tərcümə lazımdır bizə. I'm happy, mən xoşbəxtəm. To have few friends in this town. Əgər mən xoşbəxtəm, bu şəhərdə dostlarım var deyirsə, bəli, D ola bilməz, Y olmalıdır cavab. A few friends-dən başlamalıdır. Ona görə bura a few friends yazırıq. Düzdür? Sonra deyir ki, but being very busy, amma çox məşğul olduğum üçün I have little time to be with them. Onlarla vaxt keçirdim, vaxtım olmur ki, onlarla vaxt keçirdim. Düzgün cavab yevənlidir. I'm happy to have a few friends in this town, but being very busy, I have little time to be with them. 2 ilə bağlı sual varsa verin, yoxsa keçək 3-ə. B bəndi yazanlar var. This machine, deməli, burada cavabları yerinə qoyub yoxlayanda deyirik ki, burada demək istəyir ki, bu maşın öz adını ixtiraçısının adından götürüb. Mənə lazımdır burada it's-lə it-in fərqini bilmək. Düzdürmü? Ayrı bir-birindən. Deməli, it's-lə it-in fərqi budur ki, əgər it-sı bitişik yazılıbsa, yəni apostrofsuz yazılıbsa, bu şəxs əvəzliyin yiyəliyalıdır, onun deməkdir. Amma yox, it apostrof s yazılıbsa, bu onda ya it-izin, ya da it has-in qısaldılmışıdır. Düzdür, bu yiyəliyalı deyil. Biz buna hardan qərar veririk? Oradan bilirik ki, əgər şəxs əvəzliklərinin heç birinin yiyəliyalında apostrof olmur. Qısaca məsələn, mayda yiyəliyal var, yoxdur. Yoğurda var, yoxdur. Dizdə var, yoxdur. Hördə var, yoxdur. Heç birində yoxdur da. Bu niyə yoğuru, yuvarlət işi? Düzdür? Heç birində apostrof oldu. Şəxs əvəzliklərinin yiyəliyalında apostrof oldu. Ona görə A bəndindəki bu it's getdi. Mənə yiyəliyal lazımdır. Sonra D bəndindəki it's getdi. Söhbət maşından gedirsə, o kişi cinsi ola bilməz axı. Qeyri-insani varlıqdır. Hizlər getdi. Düzdür? Ona görə düzgün cavab qalır B bəndi. This machine has taken its name from its inventor. Bu maşın öz adını ixtiraçısının adından götürür. Buyuraq 4-ə. 3 ilə bağlı sualınız varsa verin, yoxsa 4-ün cavabını yazın. C yazan var, A yazan var. Başqa? Deməli, biz bu testi işləyə bilmək üçün sifət səhv dərsinin daha dərinliklə bilməliyik. Çünki bu adi, məsələn, biri var ki, topluluda kimi zəm varsa, müqayisə var, cavabı tapam. Bir də var ki, mənə sifəti verib, amma önündə nə işlətməliyəm, onu soruşur məndən. Biz də bildik ki, sifət, zərf, sifəti, zərfi, bir də participle to-nu. Participle to. Bunları zərf təyin edir. Bunların önündə zərf yazılır. Zərf üstə gəl sifət və yaxud zərfin özü və yaxud participle to. Əgər sifəti, zərfi zərf təyin edirsə, participle to-nu zərf təyin edirsə, burada her voice was calm. Onun səsi sakit idi. Mən bu calmın qabağına zərf yazmalıyam, sifət yox. Məsələn, B-dəki unusual sifətdir. C-dəki usual sifətdir. Bunlardan cavab olmaz. A unusual zərfdir,
The usually zəfdir. Y'də də ümumiyyətlə deyir fərqinədir ki, boşluq qala bilər də. İndi bu tərəfdə. I'll call the doctor, she said. O dedi. Demək də e, hərəkət zərfidir deyə bizdən sifət yox, zərf istəyir. Buradakı kalmlar gedir. Düzgün cavab olur o bəli. Yerinə qoyub yoxlayıram. Her voice was unusually calm. Onun səsi qeyri-adi dərəcədə sakit idi. Yəni, normaldan artıq sakit idi. I'll call the doctor, she said calmly. Və sakitcə dedi ki, həkim çağıracaq. Həkimə zəng edəcəyəm. Aydındır. Aydın deyilsə 4 ilə bağlı bir sual verin, yoxdursa 5-in cavabını yazın. Buyurun 5-i yazın. D yazan var, C yazan var. Deməli 5-də bizdən nə istəyir? It is strange that qəribədir ki, strange-in qabağına mən nə yazmalıyam? Burada uşaqlar mən quiet kəlməsi ilə quiet kəlməsinin fərqini bilməliyəm. Deməli, Azərbaycan dilində t ilə qutarandır, düzdür. Quiet yazıram, oxunuşda quietdir. Deyirəm buna sakit, ikisi də t ilə qutarır, düzdür. Amma quiet tamamilə deməkdir, düzdür. Tutaq ki, mənim ə hərfim yoxdur, e ilə yazıram. E ilə qutaranda, e ilə qutaranda. İndi, it is strange deyəndə qəribədir. Mən bura sakit qəribədir deməliyəm, yoxsa tamamilə qəribədir deməliyəm. Durma bağlama olur. Salam. Buyaq. Əgər mən tamamilə qəribədir deyirəmsə, onda belə çıxır ki, bu sakit yazılanlar başda səhvdir. C getdi, B getdi, yenə yuxarıdakı test kimi boşda ola bilər. Çünki mən promo it is strange oxuya bildim. It's strange that the street is so at such an hour. Belə bir saatda küçə sakitdir. Deməli, sağ tərəfə isə sakit lazımdır. Buradakı tamamilələr də səhvdir. C-bəndi 2 dəfə səhv çıxdı. Düzdür? Y-bəndi də getdi. Cavab qaldı. Dəqiq, D variant. D-ni dedilər bayaqları. Yazdılar onlar. Buyuraq, 5 ilə bağlı sualınız varsa verin, yoxdursa keçək 6-ya. Altıya B bəndi yazan var. Yenə B bəndi yazan var. Y yazan var. Gəlin yoxlaya görə cavab nədir orada? Fortunately, of the students were able to pass the exam in statistics as were good at. Deməli, əvvəlcə səhv yazılan variantda tuğruyaq. Məsələn, everydən sonra of gələ bilməz. Deməli, A bəndi cavab olmayacaq. Sonra mübtəda xəbər uzlaşması baxımından v cəmdədirsə, cavabda deməli, nice ola bilməz. Çünki o təkdədir. Onun da altından mübtədanın xəttini çəkim ki, biləsiz ki, niyə tulladım onu. Every'ni off-a görə tulladım, düzdür? Amma nice-əni v-yə görə tulladım. İndi tərcümə eləməliyəm, görün burada nə demək istəyir mənə. Fortunately, of the students were able to pass the exam in statistics. Xoşbəxtlikdən şagirdlərin, deməli, hər ikisi ola bilər, tələbələrin hər ikisi, hamısı və ya əksəriyyəti statistika imtahanından keçdi. Xoşbəxtlikdən deyirsə, imtahandan keçdi deyirsə, burada da v cəmdə deyə, yenə xəbəri xəttini çəkirəm bundan. V cəmdədirsə, nobody ilə işləyə bilməz. Düzdür? İndi bu tərəfdə də deyir ki, deməli, onların hər ikisi və yaxud da hamısı onlarda yaxşı idi, yoxsa ondan yaxşı idi. Onda yaxşı idi, yəni statistika elmində yaxşı idi. Onu orada zem işlənə bilməzsin.
Elmlər sayılmır deyə, elm adları, fənn adları sayılmıyor deyə. Təkdə olan isimlərin cərgəsində gedir. Yerinə qoy yoxla. Fortunately, most of the students were able to pass the exam in statistics, uh, as all were good at it. Xoşbəxtlikdən tələbələrin əksəriyyəti statistika imtahanından keçə bildi, çünki hamısı o fəndə yaxşı idi. O fəndən yaxşı idi. To be good at. Mövfil 112. Sonra exam'in sözünsü in. Statistika elm adı sayılmır. To be able to. Kənin, kudun. Kənin keçmişi kudun əvəzləyicisi. To be able to. Fortunately, xoşbəxtlikdən. Yazın, zəhmət olması yazın 7-nin cavabını. 6 ilə bağlı sual yoxdursa, varsa sualınızı verin. 7-yə Y yazan var. Başqa cavab var 7-də. Deməli, Soduay Nayzaduay dərsinin şərtindən bilirəm ki, əgər bu mənə Soduay yazıbsa, soya görə cümlə təsdiqdə, duya görə indiki zamanında olmalıdır. Mən baxıram ki, əvvəlcə təsdiq demişəmsə inkarlara tullayaq. We never, never görə inkardadır. She doesn't do, doesn't-a görə inkardadır. Bunlarla olmur da, Nayza dərsi olur. Düzdürmü? Nayza hissəsi olur. She let keçmiş zamandadır. Hardan bilirəm? Çünki indiki zamanda üçüncü şəxsindəkində feilin sonunda s olardı. She let olardı. Düzdür? Bu she let də səhvdir. Sonra. Burada əsas məsələlərdən biri C bəndi ilə Y bəndinin zamanını tapmaqdır ki, düzgün olsun. Məsələn, we always do our best to help the old cümləsində baxıram ki, we always do our best to help the old cümləsi indiki sadə zamandadır. O elə özü soduvay nayzəduvaydır, yəni indiki zamandadır. Düzdür? To do one's best əlindən gələn eləmək deməkdir və indiki zamanda yazılıb deyə did deyil, nə bilim mən, has done deyil və s. İndiki sadə deyə bu elə fatik cavabdır. İndi mənə lazımdır ki, görüm Y bəndə niyə səhvdir ki, cavab C bəndə çıxır. Burada da to do one's best əlindən gələn eləmək deməkdir. The old qocalar, o isimləşmiş sifətlər, SMS götürməyən cəmlənən sifətlər, həmin dərs yazırızda. İndi Y bəndi. Y bəndinə mən dəfələrlə toxunmuşam, o videolarda var, YouTube-da var, üyəviz istəyən vaxt girib baxa bilərsiniz. Deməli, Y bəndində mən bilməliyəm to lie və to lay feillərinin fərqini. Bunu dəfələrlə əlavədə izah eləmişəm, bir də izah edirəm. Deməli, I lay to rest for a while deyirsə, mən bir müddət dincəlmək üçün neynədim, uzandım. Deməli, bu lie feilinin keçmişi lay. Həm də ondan bilirəm ki, burada Ömər yazıb ki, lay to sual işarəsi, yəni ki, laydən sonra to gəlir. Axı, lay bizdən isim istəyir, o qoymaq mənası verir. Lay uzanmaq. O to lie mənası uzanmaq. Həm də yalan danışmaq mənası var, yerləşmək mənası var. Buradakı, orada uzun izadı izah eləmişəm deyə, burada da çox da əlavə məlumata ehtiyac yoxdursa, əlavə danışmayayım. Elə qısa kəsim, orada inşallah girib baxarsınız YouTube-dan. Bunu da qoyacam onsuz da YouTube-a inşallah. Hə, o hiç soğuk. Çok tutmuşsan temanı. Leydə isə, ley qoymaq feilidir. Düzdür? Bundan sonra isim gəlməlidir. To lay the foundation əsasını qoymaq. Lay the book aside qoyur kitabı kənara. Düzdür? Bunun keçmiş amma lay olur. Aydındır. Ona görə ayrılığı keçmiş zamandır. O da eynən şillət oxşuyur. Keçmiş zamandır deyə da du olmazdı, did olardı burada. 7 ilə bağlı problem varsa deyin, yoxsa 8-ə başlayaq. Aha, Y yazan var, B yazan var.
Necə ki, lay və leyi izah eləmişəm, eləcə də rise-la raise-in də fərqini izah eləmişəm. O biri videolarda var. Deməli, to rise feili eynən lie feili kimi mənası qalxmaq, düzdür, to rise. Və bizdən heç bir isim istəmir. Təsirsiz feildir. Keçmiş zamanı da rose olur. Qızılgül sözcüğünün homonimdir. Rose. Bir də var to raise feili. Bu da qaldırmaq feilidir. Yenə məndən isim istəyir. Məsələn, to raise a problem, məsələ qaldırmaq. Özü bu qaydalı feildir. Bu qaydalı feildir. İsimdən işlənir. Təsirli deyirik bizim modelimizdə. İndi mən elə bir cavab tapmalıyam ki, deyir, bayraq qalxandan və ya qaldırılandan sonra və milli himn oxunandan sonra oyun başladı deyə bilim. Düzdür? Burada səhv cavablardan biri bayraq qaldırdı cavabıdır. Məsələn, bu yebəndi. Bayraq qaldırmaz, qalxar deyə bu səhv. Sonra himn oxumaz, oxunar, məhsul növ lazımdır deyə dığla yerdəki sənglər səhvdir. Düzdür? Sonra qalxmaq feilini məhsul növdə yazmaq olmaz, cebəndə səhvdir. Və milli himn oxudu yox, oxundu deyə A bəndindəki hədsan səhvdir. Ardıcıl olsa belə fərqi yoxdur. Məlum növlə məhsul növ düzgün yazılmalıdır deyə mən bunları orada məsələn təklif elədilər, hamısı eyni zamandan olsun. Rose, sang, digən mümkün deyil, çünki orada məna verə bilməzsən o cümləyə. The flag raised deyənməzsən axı, bayraq qaldırdı nəyi, birincisi isim verməlidir. Çünki bayraq niyə qaldırılır ki? Qaldırılır, qalxır. O da qaldırmaq feilinin məhsul növü B bəndində olur. After the flag was raised and the national anthem was sung, the game began. Bayraq qaldırılandan və milli himn oxunandan sonra oyun başladı. Aydındır. Buyuraq 8 ilə bağlı sualınız varsa verin, yoxsa 9 izah eləyək. Nə fikirləşirsiniz 9 ilə bağlı? Aha, Y yazan var 9-a. D yazan var. My mother wasn't strict with me. She, me, what, I. Deməli, mən burada wasn't-ın altından xət çəkirəm ki, yəni wasn't burada keçmiş zamandırsa, demək ki, mən cümlənin davamını indiki zamanda yaza bilərəm. Buradakı let's getdi, Y'dəki let's getdi. B bəndində letdən sonra to yazıblar, o da səhvdir. Düzdürmü? Letdən sonra qupquru məstər, yəni tüsüz məstər gəlməlidir. A-da to yazıblar, C-də zaman uzlaşdırıblar, bizə zaman lazımdır, bizə məstər lazımdır. O da bir dənə düzgün yazılan D variantındadır və cümlənin sonuna da ehtiyatlı olmaq lazımdır. B bəndində ümumiyyətlə düzgün cavab olmadı. 3 şey yazılır, 3 səhv çıxdı. Eyni səhv Y-də də var. Niyə? Çünki wasn't olan cümləyə mən nətər won't yazım. Bax, mən onu verin. Deyir ki, tamamlıqda cümləsidir, o hissə sağdakı olan. My mother wasn't strict with me. Anam mənimlə ciddi deyildi. She let me do what I wanted. İcazə verdi ki, nə istəyirəm onu eləyim. Nə vaxt keçmişdə. Burada keçmişdir deyə do olmaz yox. Sən burada zaman uzlaşdırmırsan. Letdən sonra tüsüz məstər yazırsan. O mən sizə buradakı çətinlikləri deyim də. Məsələn, bu dokun testi buraxılış imtahanına salsalar martda. Abituriyentlərin 5 savabı var da, deyək ki, 80% bunu səhv edəcək. Niyə? Çünki bəziləri götürüb mübtəda xəbəri uzlaşdıracaq burada. She ilə let's yazacaq. Daha necə olmayacaq ki, burada wasn't var. Birinci səhvimiz budur. İkincisi, letdən sonra zaman uzlaşdıracaq. Deyəcək, was keçmiş, let keçmiş, mən burada did yazmalıyam. Temboli wanteddən keçmişlədir. Amma daha deməyəcək ki, axı letdən sonra sən zaman uzlaşdırmırsan, mürəkkəb tamamlığın şərti var. Let meyib, tüsüz məstər. Mürəkkəb tamamlıqda zaman uzlaşdırmazlar. Mən bunu dərslərimdə dəfələrlə demişəm şagirdlərimə ki, olar. Diqqətli olun o mövzularda. Bax gör, harda səndən mübtəda xəbər uzlaşması istəyir bir. Bax gör, harda səndən
Zaman uzlaşması istəyir. İki, harda istəmir. Məsələn, bax, pulu məstər, tutsuz məstər, ing, P1, P2, gerund. Bu dərslər sən mürəkkəb tamamlıq, bu dərslər axı səndən zaman uzlaşması istəmir. Aydın nə deyəm? Onlar səndən məstər istəyir, məstərin formalarını istəyir. Daha doğrusu ana dilimizdə onun adı tam olaraq məstər deyil də. O, e, feilin təsriflənməyən formalarıdır. Təsriflənməyən də dəyişməyən deməkdir. Nə şəxsə, nə kəmiyyətə, nə zamana görə dəyişmir. Məsələn, şu an bir sual verir ki, orada bəs nə əcəb sonda wanted oldu? Çünki sonda letə aid deyil ki, mən bura end yazılmayıb ki, mən onu da tutsuz məsələ kimi yazım. Burası tamamlıq budaq cümləsidir. She let me do, o mənə icazə verdi eləyim. Nəyi? Neyi ki eləmək istəyirdim onu. What I wanted keçmişdə. Deməli, was keçmişdə, let keçmişdə, want keçmişdə. Bir də aradakı do zaman deyil. O bir də deyirəm ki, ya niyə do indikilər? O indiki deyil o. Do orada məstərdir. Məstər onun zamanı olmur. O keçmişdə də do'dur, o gələcəkdə də do'dur, indikdə bana do'dur. Onun zamanı olmur. O feilin təsriflənməyən formasıdır. Azərbaycan dilində məsələn mən kəlmə işləyirəm. Onun zamanı var bəyəm. Onun zamanı olmur ki, məstərdir o. Bizdə məsələn cəmi 3 dənədir. Məstər, feili, sifət, feili bağlama. Ulan dilində amma elə məstərin özünün növləri var. Onun ilə ulan dilində daha çox. Buyuraq, 9-la bağlı sualınız varsa verin, yoxsa keçək ona. Hı. 10-cu testdə A yazan var. Deməli deyir, which words can be used both as a noun as an, and an adjective, as an adjective. Eyni şey dostum. A yazıb çox asan, çünki uşaqlar burada amonim məsələsinə ehtiyatlı olmaq lazımdır. Uşaqlar sinonimlərə, antonimlərə həmişə nə deyirlər ona, önəm verirlər, amonimlər yaddan çıxır. Əsas məsələlərdən biri xüsusən də eyni mənanı verməyən amonimlərlə ehtiyatlı olmalıdır. Məsələn deyirəm, mən bilirəm ki, patient tutaq ki, səbirli mənası verir, amma xəstəni bilmir. Mən batdım. Mən bilirəm ki, kind, mehribandır, mərhəmətlidir, amma tutaq ki, növ mənası yadımdan çıxıb. Yenə mən batdım. Feyə kəliməsi, ədalətli, sarışın yarmarka. Yəni, mən bunun üçündən birini bilməsəm, işim fırıq. Məsələn, poçt mətnində, poçt markası mətnində uniform kəlməsi var. 99% abituriyent bilir ki, uniform, uniforma deməkdir, yəni vahid forma. Məktəbli forması, polis forması, hərbiçi forması və s. Amma oradakı uniformun mənası vahid deməkdir, tək deməkdir. Onun geyimlə heç bir əlaqəsi yoxdur. Onda görürsən ki, o nə demək. Qaldı ki, calm həm sifətdir, həm feildir. Sakitləşmək, sakitləşdirmək, sakit isim deyil. Slow, yavaş sifətli isim deyil. Water, su isimli sifət deyil. Ona görə düzgün cavab 1-3-6 bəli, avənli. Amonimlərin ehtiyatlı olun. Söz ehtiyatını artırın, sonra getin qəbula, buraxılışa. Buyuraq, bu cavablar da ayrı bir-birindən. 11, 10-la bağlı sual varsa verin, yoxsa 11 izah eləyək. Bu da qəşəng testdir, baba. Baya 9 testin ilgisi. Feilin təsriflənməyən formalarından, deməli, cavablardan bilirəm mən. ING var, participle to var. Onları mən tapmalıyam ki, nə yazım. Deməli, A yazan var 11-ə. Siz yazın görək cavablarınızı.
Buyuraq. Deməli, 11-in cavabı. The article for the newspaper was improved the end. Burada uşaqlığa aldıran cavablardan biri budur. Daha deyir ki, the article was written, məqalə yazmaz, yazılar deyərək bu məhsul növdür, mən elə bura bəndi yazım. Amma nəzər almır ki, mən burada başqa bir xəbər görürəmsə, o cümləyə mən əlavə xəbər yaza bilmərəm. O təyindir ki, burada bir xəbər var. Düzdür? Deməli, bu was written səhvdir. Çünki bir mübtəda iki xəbər yaza bilmərəm. İkinci məsələ. Məqalə yazmaz yazılar deyə P1 ilə yox, P2 ilə təyin olunur. Participle to və C ilə D-da bu yerdə səhv. Bu yanda da was improved, change the end olmaz da. By changing the end olar. Burada tərcüməni yazıblar. Ki, sonu dəyişdirilməklə təkmilləşdirildi. Mağla məklə by üstəyər ING Celundun ən gözəl işləmə yerlərindən biridir. Ona da düzgün cavab beyəndirir. The article written for the newspaper was improved by changing the end. Sonu dəyişdirilməklə məqalə, qəzet üçün yazılmış məqalə təkmilləşdirildi, yaxşılaşdırıldı. 11 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 12-yə. Məchul növ. Deməli, burada da nəyi bilməliyəm məchul növ yaratmaq üçün? When did you send a telex to London? Telex uşaqlar, belə deyim də, biz böyük ehtimal onu görməmişik bizdən əvvəl. Bu şey, klaviaturalı, düzdə ona daktilo deyirlər. Daktilolu bir şeydir. Məsələn, mən buradan yazıram, telefon kimi bir aparatı var. O tərəfə göndərirəm, o adam da eyni aparatda onu çıxardır. Məsələn, indiki adı ilə belə deyirlər. Məsələn, printer neynir? Bu əlimizdə olan vərəqi çap edib çıxardır bizi. Telexdə həmin yerdə çıxarmaq yoxdur. Məsələn, mən buradan göndərirəm rayona, rayondakı telex aparatı onu çıxardır. Biraz əvvəl məsələn, faks var idi. Mən bilirəm, siz faks görmüşsünüz yoxsa yox. Mən siz yaşda olanda faks var idi. Sonra indi Allah şükür də WhatsApp falan var deyə hər şeyin şəklini atırlar, PDF-ini atırlar. Tabi belə şeylərə ehtiyac qalmır. Nə nömrədir? When did you send a telex to London? Londona nə vaxt? Hə, faks number kimi bir şeydir bəli. Londona nə vaxt telex göndərdin? İndi mənə təbii ki, o telexin nə olduğu çox da vacib deyil. Mənə orada lazım olan məchul növün düzgün yaranmasıdır. Lakin orada telex yox, mesaj asırlar, nə olacaq ki, nə dəyişəcək? Did you send-i görən kimi deyirəm ki, buradakı məsələlərdən biri, mən nə yazmalıyam ki, ümumiyyətlə, nə düzül qoşmalıyam ki, məchul növün düzgün olsun. Did you send-i görən kimi deyirəm ki, aha, keçmiş sadə. Keçmiş sadənin adı gələn kimi mən x+1 qaydasına görə axtarıram. Was və x+1-in mənası o idi ki, cümlədə neçə feil varsa, əlavə bir dənə feil gələcək. O da əmizar, was və, təbii ki, binsiz, bin olmaz. Əmizar, was və, have been, has been, had been, bu kimi şeylər. Düzdür? İndi mənim cümləmdə əgər was və lazımsa, had-in nə işi var? Habəndə getdi. Sonra, sual cümlələrinin qızıl qaydası. Mübtəda qalar iki feilin arasında. Yəni, iki feil olmayan gəlməz. Köməkçi feil keçər mübtədanın önünə. Was sentlər getdi. Bir də məchul növün qaydası var ki, məchul növdə mübtəda aşağıya mübtəda kimi düşə bilməz. Mübtəda olar baydan sonra tamamlıq gəlib olar mübtəda. Deyirsə ki, Londona nə zaman telex göndərdin? Bu demək ki, telex Londona nə zaman göndərildi? When was a telex sent to London? Düzgün cavab. Evet. Buyuraq 12 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 13-ə.
13-də deməli nobody nə istəyir bizdən? Modal fail. In our family gets up early what I have to. Bizim ailədə heç kəs yuxudan tezdən durmur, amma mən durmalı oluram. I have to. Bəli, I have to. Have to modal faildir, araya söz girməyib, özü ilə inkar yaranmayıb, sual verilməyib və s. Bu düzgün cümlədir və bata görə də ziddiyyət verə bilər. Nobody burada, have to orada. Do you have any time to visit your friend? Burada düzgün cümlədə modal fail deyil. Çünki have to arasına söz girməz. Əgər bu mənə have to demək istəyirsə, o da do you have to desin də bu aradakı anytime nədir ki? Düzdür? Ona görə keçər. Sonra, do you have to attend the lecture and attend lectures regularly? Bəli, burada have to yanbayam gəlib, ona görə bu da mürəkkəb tamam, nədir onun, modal fail. Sonra, she had a nice dress to wear. Yenə had-lə to-narsı sözlər girib. Hətta onların arasına not belə girə bilməz. O ki, qala article, sifət, isim, nəsə belə bir şeylər girsin, mümkün deyil. I have nothing to do but wait. Yenə nothing var ya, olmaz. Buyuraq, 13 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 14-ə. Buyurun, 14-cü cavabları. B yazan var, D yazan var. Choose the logical ending. Məntiqi sonluğu seç. You work very hard. Sən səylə çalışırsan. Yaxşı ki, elə A bəndində hadli var. Hadla hadliyin mənalarına toxunaq. Deməli, hadı bilirik ki, həm sifətdir, həm zərfdir. Həm sifətdir, həm zərfdir. Burada work feilinə, çalışmaq feilinə aiddir. Bu burada zərfdir. Hadli isə ayrıca bir zərfdir. İnkara yaxın bir sözdür. Dərəcələri yoxdur. Aid olduğu sözdən əvvəl gəlir. Yəni, hadli ilə cümlə qura bilməz. Burada, məsələn, hadli kəlməsi work-ə yox, leads-ə aid olduğu sözdən əvvəl gəlir. İndi mən yerinə qoy bir yoxlamalıyım ki, hansı cavab düz gələcək. Deyir, you work very hard. Sən çox səylə çalışırsan. Because hard work hardly leads to success. Aha. Deyir, çünki ağır zəhmət, zəhmətlə çalışmaq, hard work, uğura demək olar ki, aparmır. Hardly leads deyir. Mümkün deyil bu. Bu hardly orada artıqdır. Orada cümləni inkar edir. O necə cavab ola bilər? Mümkün deyil. Bu səhv. So you won't be able to achieve your aim. Belə ki, sən deyir, məqsədinə nail ola bilməyəcəksən. Təbii ki, günün cavabıdır. That's why you are behind the group. Elə buna görə sən qrupun arxasındasan, geridəsən, dala qalmısan. D cavabdır. And I hardly ever see you. Demək olar ki, səni görmürəm. Bay eynən inşallah mənə deyilən cümlədir bu. Fevralın 17-si 2026, martın 9 və 15 inşallah xeyirlisi ilə uşaqlar imtahan verəcəklər. Hər zaman dediyim kimi yenə də deyirəm, utanmıram, çəkinmirəm, qorxmuram. Əziyyət çəkənlərə çəkdikləri əziyyət qədər uğur arzulayıram Allahdan, xeyir dua arzulayıram. Əziyyət çəkməyən də ki, Allahın mərhəmətinə qalmış bir şeydir. Böyük ehtimal yaza bilməyəcəklər, universitetlərə girə bilməyəcəklər və s. Çox mənfi notlara gedməyək, elə müsbət notlarla davam edək. Mənə deyirlər, dostanı ki, sən görsənmirsən. Mən necə görsənmir ki, bu qədər iş mənim üstümdədir. Əlavə keç, test yaz, imtahan keçir, nəticələri paylaş və s. 50 min iş. Belə şeylər. Ona görə də mən gözü görsənmirəm. Səylə çalışıram 11-lərə görə. Çalışanların, başa düşənlərin halal xoşu. G-də nə deyir? In spite of being diligent. Bu, in spite of-un burada ölümü yoxdur. Çünki o, baxmayaraq deməkdir. Da elə hard working-lə, work hard-lə diligent elin şeydə o in spite of arında yazar araya. Deyir, çalışqan olmağa baxmayaraq səylə çalışırsan. Mümkün deyil. Ona görə, in spite of despite, ziddiyyət yaratmalıdır. Burada ziddiyyət yaranmadı. Buyuraq, 14 ilə bağlı sualınız varsa verin, yoxsa 15. Nə istəyir 15 bizdən? Use the correct negative sentence. Düzgün inkar cümlə. Jane both saw him and spoke to him. Jane həm onu gördü, həm də onu ilə danışdı.
Mən bura elə bir cavab yazmalıyam ki, düzgün inkar cümlə olsun, məna belə elə. Deməli, didn't Nizer, hələ bu Nizer özü bir inkardır. O necə didn't işlənə bilər? Düzdür? Amma Nizer or yox, ha, Nizer nor inkardır. Qoşa bağlayıcılarla ehtiyatlı olun. Qoşa bağlayıcılar e, both and, either or, neither nor, not only, but also. Bu dörd dənə yazılışca düzgün olmalıdır ki, mən o düzgün götürüm. Hərəsin birindən yazmaq olmaz. Both'un və both and-in inkarda işi yoxdur deyə. B bəndi də səhvdir. Sonra C bəndi cavab. Jane neither saw him nor spoke to him. Baxın, neither nordan ehtiyatlı olun. D-da Jane didn't see him and spoke to him. Biz bilirik ki, inkar cümlədə həmci cümlələr arasında and yox, or işlənər. Ona görə D bəndi səhv vura bilər. Or yazım, yapan çıxmasın. Bir də Jane neither see, burada zaman dəyişdi, mübtəda xəbər uzlaşmır. Ona görə Y bəndi mümkün deyil. Təkcə neither nor düzdür. C ilə speak icazə vermir deyə onların üstündən xətt çəkim. Sonra baxanda biləsiz ki, nədən gedir söhbət. Buyuraq 15 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 16-ya. Onun 6. Nə fikirləşirsiniz? Bu yazılan C 15 üçündə yəqin ki, 16-ya dəxli yoxdur. Yazın görək 16-cı cavabını. Deməli, 16-ya B yazıblar. How many slices of bread was there on the table? Bu choose a correct sentences deyirsə, məndən mübtəda xəbər uzlaşması soruşur, böyük ehtimal. Deməli, bread sayılmayan was-la işlənsəydi düz olardı, amma bu oflu ifadədir. Oflu ifadələrin, ümumiyyətlə, sözünlü ifadələrin əsas tərəfi birinci tərəfdir deyə. How many slices cəmdədir, mənim mübtədam o sayılır. O da was-la işlənə bilməz, V olmalıydı. Ona görə bir getdi. Many sorts of paper eyni məntiqdir. Paper sayılmayan isim, kağız, düzdür. Sənəd, sünəd və qəzet mənasında sayılan isimdir, amma indi onun burada dəxli yoxdur bu. Fakt bu təkdədir. Amma oflu ifadələrin əsas tərəfi birinci tərəfdir deyən many sorts of paper. Sözünlü ifadənin birinci tərəfi. Ona görə bu olur mübtəda və are xəbəri, are produced xəbəri onun ilə işlənir. Bu düz olur. İkini götürürük. 3-də there were a few pieces of wood yenə eyni şeydir. A few pieces of wood oflu ifadə, sözünlü ifadə birinci tərəfi cəmdə deyə bunu cəm götürürük. Da there were xəbər, düzdür. Bundan xəbərin xəttini çəkirik. Və 2-3 düzgün cavab olur. 4-də each of the books, each of təkdədir deyə arla yox, izlə olardı. Bəli, bəndə cavab. Buyuraq, 16 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 17-yə. Sözünü testi. Deməli, 17-də her job yazanlar var. Burada bilmirəm, sizdə necədir? Biz məndə yarımçı görsən test onu ilə düzəldim, baxaq. Deməli, 17-də sözünü istəyir. Görək nə olacaq. Her job a tourist guide consists. Yəqin ki, consist'i görən kimi ağlımıza of gəlir. Consist ofdursa, B bəndindəki from, D bəndindəki in, C bəndindəki in, bu olar sən. Ola bu çünki dəqiqdir. Məsələn, bura gərək mən ehtimal edeyim, tapım ki, burada nə yazmaq istəyim. Zaten viz məna verməyəcək orada, amma her job ya as a tourist qayd olar, ya da like a tourist qayd olar. Düzdür? Onun turist bələdçisi kimi işi, qaydadan da ehtiyatlı olmaq, qardla səhv salmayın, ayrı-ayrı şeylərdir. Şagirdlər çox vaxt bunları səhv salır.
qaid bələdçidir, guard növbətçidir, gözətçidir, security'dir. Security guard. Çox akavanda elə yazılır. Security guard. Amma qaid var ki, burada tourist qaiddir, adı üstündə turist bələdçisi. Deməli, onun turist bələdçisi kimi işi consists of taking tourists. Ha, o consists of tapmışam. Viz məna vermir deyə heç abəninə baxa bilməyəcəyik. Düzdür? Olacaq avtomatik yiyəbəndi. İndi bu billər də oxub yardım edəcəm, görüm doğrudan axıda çıxacaq mı? Deyir, her job as a tourist guide consists of taking tourists round the town. Bərabərdə around the town. Uşaq, bu Murphy 110-da qəşəng izah olunur. Biz bir yerdə gəziriksə, məsələn, zaman-zaman testlərdə, toplularda görürük, mətnlərdə falan. Məsələn, to travel around Europe. Uşaq tərcümə edir ki, Avropanın ətrafında səyahət. Ətrafında mənası vermir, içində mənası verir. Məsələn, mən qayalının içərisində gəzirəm, round-arounddur. Muzeyin, qaleriyanın içində gəzirəm, round-arounddur. Parkda Nəsim parkında gəzirəm, round-arounddur. Şəhərin içində gəzirəm, round-arounddur. Aydındır? And answering their questions. Əsas məsələlərdən biri də burada oldu ki, answer burada feildir deyə söz önüsü yox. Biz bilirik ki, orada 3 feil dərsi var English for All-da ki, bəzi sözlər var ingiliscədə amonimdir. Onların əksəriyyətinin 90%-nin isminin söz önüsü var, feilinin yoxdur. Məsələn, answer feildirsə söz önüsü yoxdur, isimcə var. Help, visit, doubt, interview. Bu sözlər o sözlərdəndir ki, onların feil olanda söz önüsü olur. Answer olan içində. Ona görə düzgün cavab olur yebəni. Qaldı ki, burada as-lə like-ın fərqi nə? As-lə like-ın fərqi budur ki, məsələn, burada bu her job as a tourist qaydın mənası odur ki, onun deyir, turist bələdçisi kimi işi nədən ibarət? Bundan ibarətdir. Burada as-lə yazmaq olar, like-də yazmaq olar. Fərqi olacaq ki, əgər mən like yazsam, cəbəndəki like, dıbəndəki like. Mənası olacaq ki, bu adam turist bələdçisi deyil. Sadəcə olaraq turist bələdçisi kimi işləyir. Məsələn, tutaq ki, mən gəlib turist bələdçisi işləyirəm. Mən turist bələdçisi deyiləm axı. Bir də var ki, ikinci qruplar daha yaxşı bilərlər. Məsələn, turizm bələdçiliyi adında ixtisas var ikinci qrupda. Oranı qutarıb bu adam turist bələdçisi işləyir. Onda o ki, əz olur sözünə. Xırda nüansdır, amma yəni əlavə məlumat kimi dedim. Buyuraq, 17 ilə bağlı problem varsa verin, yoxdursa keçək 18-ə. We ordered dinner for our guests. Biz qonaqlarımız üçün yemək sifariş elədik. Deməli, sual olunmalıdır ki, kim üçün yemək sifariş elədik? For our guests. A bəndinə baxıram ki, whose guests yazıblar. Baxa, A bəndinin altından xət çəkməyib, bütöv altından xət çəkib. Deməli, təkcə yəli-yala sual bilməksən. B-də who ordered, kim sifariş verdi? Bu mübtədanın sualı, we'nin sualı. Düzdür, qodlarınızı qabaqlarından da yazın. Neyin sualıdır o? Bu oldu Auer'ın sualı. Bu oldu we'nin sualı. Düzdürmü? Sonra, whom did we order dinner for? Did gələr, gedir. Baba, word özü altından xət çəkir ki, bu nədir? Düzdür, bir dənə bir şey verin buna. Gör, düzgün versin olmalıdır, order. Gördünüz? Yəni, bunu əgər word bilirsə, uşaq göydə bilər ki, did nədir, idi nədir? Yəni, bu idinin üstündən xət çəkək. Bu da belə getdi. Bu yazış səhvdə bu heç bilinmədi, neyin sualıdır. What did we order dinner for? Ne üçün yox? Kimi üçün? Kimi üçün sipariş verdik? Ona görə düzgün cavab bəli, yebəndir, yazdılar cavabları. Buyuraq, 17-18 ilə bağlı sual varsa verin, yoxsa keçək 19-a. Və sual cümlələrinin qızıl qaydası orada 18-də barici görsənir. 19. Qəşəng sualda 19. Həm disjunktiv suallar, diyaloqlar dərsin bilmək lazımdır 19 üçün. Həm də to be like-la, to look like-la arasındakı fərqi bilmək lazımdır. Deməli, 19-a B yazırlar. Yoxlayaq görək, düzdürmü? Tom deyir ki, I met Linda's parents yesterday. Dünənlər Linda'nın valideynləri ilə görüşdüm. Bu Pete sual verirsə,
Əgər bu bir cümlənin içərisində vergülla ayrılmayıbsa, deməli qayıdır bu so do I, neither do I dərsinə. So do I, neither do I dərsinin disjunktiv suallardan fərqi odur ki, orada təsdiqə təsdiq, inkara inkar olur. Və cavablarda da fikir verirsiniz, inkarda cavab yoxdur. Hamısı təsdiqlə başlayıb. I met cümləsində have yoxdur deyə A bəndə cavab ola bilməz. A bəndə. Qalır avtomatik did you'lar. Kaş burada cavablarda didn't you da olaydı da, niyə yoxdur. Kaş olaydı amma. İndi mənə lazımdır ki, bu they are friendly neyin cavab ola bilər? Sual verilməlidir bu ki, onlar necə adamdırlar? Mən bax burada uşaqlar. To be like, daha doğrusu what-la başlayan to be like. What plus to be plus like. Mən bunu bilməliyəm ki, burada da şəxs var da bilirsiniz. Ki, bax, bu ifadə insanın daxili aləminə, xarakteristikasına, mənəviyyatına verilən sualdır, bəzən də elminə, yəni daxilinə. Məsələn, mən what to be like-la insanın görünüşünə, görkəminə sual verə bilmərəm. Cavab friendly, mehribandır deyə, dostiyana, dostcasına mənası verir deyə, yəni dost kimidirlər də beləyim, mehriban, ən qəşəng mehribanlıq. Mehribandılar deyə bu daxili aləmdə, mən bunu to be like-la sual verməliyəm, dudazla yox, look like-la yox, düzdür? Sonra onlar kimdirlər, özü də vönənceyin yeri dəyişir, belə şeylər yox. Nəçidirlər, yox. Mənə lazımdır ki, onlar necə insandılar? Ona görə cavab verməliyəm. Buyuraq, 19-la bağlı problem varsa soruşun, yoxdursa 20-yə. Yazın görək, cerundlu cümlələr hansılardır bunların? Deməli, məndən cerund istəyirsə, mən burada o ilk YouTube'larda da o ilk testlərdə də izah eləmişəm, bu artıq 12-ci testi. Onlarda da izah eləmişəm ki, nəyə cerund demək olar, nəyə başdan demək olmaz. Məsələn, biz bilirik ki, cerundun cəmlənməsi yoxdur. Çünki orada ING-lər çox daxil, isim var, sifət var, feil var. Feil deyənə feilin forması orada cerunddur, P1'dir, davam edicinin düzəldəndir. Amma məsələn, cerundun cəmlənməsi deyə bir şey yox. Cerundun qamanı artıq yazmır. Fikir verin, bunlar necə səhv çıxdı. Deməli, 3-dən 4-ə baxmayacağam. Zaten 3-dən 4-ə baxmasam, sizin yazdığınız variantı cavab çıxır avtomatik. Fikir verin. İndi mən əvvəlcə 2-ni tullamalıyam, sonra 1-lə 5-i də sübut eləməliyim. Baxın. Some men sat around listening to the captain. Bir neçə kişi, bir neçə adam kapitana qulaq asa-asa ətrafda əyləşdi. Fikir verin. Listening burada P1'in tərcüməsini verdi. P1'in mənasını verdi, cerundun yox. Ona görə ondan cerund olmaz. Qaldı ki, 1-lə 5-ə. The girl takes much interest in reading English books. Qız ingiliscə kitablar oxumağa maraq göstərir. Düzdürmü? Burada sözündən sonra gələn inci, cerund. Bir də I enjoy traveling by sea, feildən sonra gələn inci, cerund. Ona görə düzgün cavab bəli, variant. 20 ilə bağlı sual varsa verin, yoxsa oxuyaq 21-i. The bus was so full that they had to take a taxi. Avtobus elə dolu idi ki, onlar taksi tutmalı oldular. Aha, bayaqki məsələ. Disjunktiv sualları bilməliyəm, bir də had to-ya münasibət bildirə bilməliyəm. Düzdürmü? They had to take-i görən kimi deyirəm ki, burada mənə lazım olan məsələ, altında qaç çəkim. They had to take məndən nə istəyir? Had to-ya hədlə sual verə bilmərəm, A bəndi getdi. Çünki didlə sual verərlər. V ilə sual verə bilmərəm, C bəndi səhv. Təsdiqə təsdiq yox, inkar olmalıdır deyə D-la Y-də səhvdir. Düzgün cavab eyni cümlədə təsdiqə inkar, inkara təsdiq olur deyə B bəndi cavab. The bus was so full that they had to take a taxi, didn't they? 22. 21 ilə bağlı sual varsa verin, yoxsa 22-ni izah edeyim. Qəşəng cümlədir.
Bunu zaman zaman məndən fərqlərini soruşurlar. Siz cümləni qurana qədər, cavabı tapana qədər mən bu bunların arasındakı found yazılanların arasındakı fərqləri yazım. Deməli, biri var, məsələn, to find feili, tapmaq. Onu bilir ki, tərcümə yazım, tapmaq. Düzdür? Biz bilirik ki, bu qaydasız feildir. Keçmişdə və participle-da found olur. Found. Düzdür? Amma to found feili əsasını qoymaq. To establish, to lay the foundation. Bu qaydalı feildir. Elə founded olur. Düzdür? İndi mən burada bilməliyəm ki, nə yazmalıyam. Sonra burada o feilin təsriflənməyən formalarını bilməliyəm. Siz fikir ki, hələ düzgün cavab yazan yoxdur. Deməli, mən cavablara baxıram, hələ düzgün cavabı görmürəm burada. Axır ki, abəndi yazan oldu. İndi baxın. Nəyə görə abəndi cavabdır? Burada uşaqlar P2-ni falan bilmək lazımdır ki, düzgün cümləni onunla quraq. Baxın. Deyir ki, bu yaxınlarda, recently, bu yaxınlarda tapılmış əlyazmalar əsası bizim şəhərdə qoyulan muzeydədir. Baxın bir də. The manuscripts found recently are in the museum founded in our city. İndi deyəcəyiz ki, bu nətər oldu? Baxın bir də. Əlyazma tapar yoxsa tapılar? Tapılar P2. Tapmaq feilinin də P2'si, bax bunun üçün yazdım sizə. Found. Muzey əsasını qoymaz, əsası qoyular deyə P2, o da found'un P2'si olur. The manuscripts found recently are in the museum founded in our city. Bu yaxınlarda tapılan əlyazmalar əsası bizim şəhərdə qoyulan muzeydədir. Yəni, bizim şəhərdə salınan muzeydədir, belə deyək. Buyuraq, 22 ilə bağlı sual varsa verin, yoxsa keçə 23-ə. Düzgün nida cümləsi. 4'ü də how ilə başlayırsa, yazın görə 23'də cavab nə çıxacaq? Aha, dur yazıblar. How ilə başlayanda keçən və yazında bunu düsturun sizə. How-da deməli 3 ünsür gəlməlidir. Ya sifət, ya zərf. Sifət və ya zərf. Mübtəda. Xəbər. Yəni burada artıq əlavə ismə falan ehtiyac yox. How, sifət, zərf, mübtəda, xəbər. Əgər mübtəda isim ilə ifadə olunubsa, Z artıq mübtəda qamandır. Sifətin qamanı keçmir. O, votda elədir, amma how-da belədir. Özdə votda da Z ilə artikeldir. İndi başqa bir şey bilməliyəm mən. Burada xəbərin nə ilə ifadə olunmağının əhəmiyyəti var. Əgər bağlayıcı feillərlə ifadə olunubsa, onda sifət lazımdır. Hərəkət feili ilə ifadə olunubsa, zərf lazımdır. Ondan ehtiyatlı olun. How pleasantly she looked at the party. Look görünmək feilidirsə, o zərflə işləyə bilməz. Çünki look bağlayıcı feildir, səndən sifət istəyir. Bir getdi. Bir getdi, avtomatik 3 abonent getdi. Qaldım 2-3-2-4 arasında, B ilə D arasında. 100% 2 düz çıxacaq. How lovely she looked yesterday. Dünəninizi gözəl görsənirdi. Look bağlayıcı feil, bəli səndən sifət istəyir. Və biz bilirik ki, o da ki, ona YouTube'larda izah eləmişəm, var orada girib baxa bilərsiniz. O söz ki, sifətdən elva ilə düzəlir zərfdir, o söz ki, isimdən elva ilə düzəlir, o sifətdir. İsmin üstünə elva gəlirəm, sifət yaranar, sifətin üstünə elva gəlirəm, zərf yaranar. Onda elə 2 düzdür. 2-ni götürdüm. Sonra, how angrily she looked at them. Aha,
Bu uje baxmaq feilidir. Baxmaq feili hərəkətdir deyə səndən zərf istəyir. Düzgün cavab 2, 3, D variantı. 4-də tam tərsinə look around ətrafa baxmaq hərəkətdə, amma bu səfər sifət yazıblar, zərf yazmalıydılar. Strangely olmalıydı burada. Zərf lazımdır. Sanki 1-dəki Elvay düşməli idi 4-də. Buyuraq 23 ilə bağlı sual varsa verin, yoxsa 24-də. Choose the sentences with the object clause. Object clause tamamlıq budaq cümləsidir. Deyir, tamamlıq budaq cümləsi olan düzgün cümlələr seçin. Görün, nə bənd yazarsınız. Deməli, siz cavabı fikirləşən kimi mən bəzi şeylər deyim. Deməli, mən tamamlıq budaq cümləsindən danışıramsa, ehtiyatlı olmaq lazımdır ki, söhbət mürəkkəb tamamlıqdan getmir. Söhbət mürəkkəb isimdən getmir, mürəkkəb sözdən getmir, mürəkkəb cümlədən gedir. 2 mübtəda, 2 xəbər və yaxud da əmr cümləsi ilə başlayan ən az 2 sadə bir cümlənin birləşməsindən yaranmalıdır. Məsələn, 1-də baxıram ki, we saw a lot of boys playing football in the yard. Tərcümədə düzdaldılar məni, amma mən mürəkkəb tamamlığın şərti ilə bilirəm ki, C-dən sonra yanayıcı P1-dir. P1, P2 cevun tək başına budaq cümlə növü yaratmır. Çünki tək başına mübtədasız, xəbərsiz gələndə ondan budaq cümlə olmaz. Və mürəkkəb tamamlıq budaq cümləsi deyil deyə bir səhvdir. Düzdür, bu mürəkkəb tamamlıq, amma budaq cümlə deyil. Bu belə get. Sonra, they decided to wait for the lessons to be over. Pulu məstər də tək başına budaq cümlə yarada bilməz. Düzdür? Bana burada 2 mübtəda 2 xəbər. Bundan da budaq cümlə olmaz. The travelers didn't know which way to go. Bu da yönətulu məstər gəlir. Burada yox. Oxşayır, which var burada arada. Saz olarak bu cümlə yaranmayıb. Məsələn, the travelers didn't know which way they had to go olsaydı, bəli, o mürəkkəb cümlə idi. Mürəkkəb cümlə idi, tamam budaq cümləsi idi. Burada yox. I felt that, mən hiss elədim ki, there was somebody in the room. Otaqda adam var. Bəli, mən nəyi hiss elədim? Otaqda birinin olduğunu. 4 budaq cümlədir. I felt bir mübtəda bir xəbər, aradakı neyi nəyə suallarından cavab verir, zərizləri ilə başlayan 2-ci cümlə. Nobody knows what they want. Heç kim bilmir ki, onlar nə istəyirlər. Heç kim bilmir nəyi, onların nə istədiyini. Nobody knows bir mübtəda bir xəbər, they want bir mübtəda 2-ci xəbər. 2 mübtəda 2 xəbərin hesabına mürəkkəb cümlə yaranır, aradakı sual da tamamlığın sualı olur deyə tamamlıq budaq cümləsidir. 24 ilə bağlı sualınız varsa verin, yoxsa 25 izah edək. 25 də bənzər mövzudur. Tamamlıq budaq cümləsindən bir qeyddə. Buyurun, yazın cavabları düzün səhvin deyək. Bilim 5'e Y yazanlar var. Yokluğa göre Y'dir mi? The manager told... Aha. Biz bilirik ki, teldən sonra birbaşa zət bağlayıcısı gəlməz. Ehtiyatlı olun, demirəm zət gəlməz. Zət gəlməzsən 5-5-ində də zət var. Uşaqcı yolda düzgün cavab yoxdur ki. Şöyle nə deyirəm? Teldən sonra birbaşa zət bağlayıcısı gəlməz. 2 dənə şərt var orada. Birbaşa kəlməsi var. Bir də bağlayıcısı kəlməsi var. Birbaşa sözünün mənası odur ki, araya məsələn obyekt hallı əvəzliyi gələ bilər, şəxs gələ bilər, nəsə gələ bilər, onda zət yaza bilərəm. Amma yanmayan zət bağlayıcısından teli yaza bilmərəm. Məsələn, the manager told me zət yaza bilərdim. Amma burada fikir verin, arada heç yox. Teldən sonra çoxlatıb zəti düzüb cavablara. Zət bağlayıcısı gəlməzsə, deməli mən başqa şey axtarmalıyım orada. O da zət işarə əvəzliyi. Deməli, A-dakı fikir verin. The manager told, indi mən də zətləri oxumuram da. The clerk had to complete the work in time. Cümlə gəldi, deməli zət burada bağlayıcı olmaz. Bağlayıcı gəlməz. Zət bağlayıcı gəlməz. The manager told the work would be completed in time. Vaxtında görülməlidir. Yenə zət bağlayıcısı olmaz. The manager, the work had been completed in time. İş vaxtında görülüb, yenə zət bağlayıcısı olmaz. The manager told they had completed the work in time. İşi vaxtında görüblər, yenə zət bağlayıcısı olmaz. Buradakı clerk var uşaqlar. Bu clerk Mirzə, kargüzar, işçi, yazı pozulu işlərinə baxan adam indiki müasir adı ilə, çünki mən bilirəm ki, Mirzədir, kargüzardır bu kəlmələr, hələ mənim adam bilmir.
İndiki adı ilə reception deyə bilərik. Məsələn, bizim EPP dilinin receptionlarına clerk deyə bilərsiniz rahatlıqla. Çünki olan da işi yazı pozu işlərinə baxmalıdır. İndiki adı ilə rahatlıqla deyə bilərsiniz. Qaldı ki, Y bəndinə, da dördüncü turda nasıl Y bəndi cavabı da. Deyəsiniz ki, nə oldu və Z gəlmirdi. Bir də baxın ki, Z burada əvəzli idi. The manager told that clerk to complete the work in time. Və tamamlıq bu da cümləsi yox, mürəkkəb tamamlıq yarandı. Fikir verin, teldən sonra tulu məstər. Düzgün cavab Y bəndi. Yenə 25 ilə bağlı sual varsa verin, yoxsa 26-cı cavabını yazaq. Qəşəng sual 26. Hansının tərcüməsindeyim? 25-in yoxsa 26-nın? 25-in tərcüməsi belə oldu. Deməli, the manager told that clerk to complete the work in time. Bunu gətirin, bölünə yazın ki, rahatlıqla görəsiniz ki, mən nədən gedir söhbət orada. Bax, bulasın. The manager told that clerk to complete the work in time. Menecer o işçiyə dedi ki, işi vaxtında görsün, vaxtında bitirsin. Burada teldən sonra şəxs bir də tulu məstər gəlir. Olur nə? Mürəkkəb tamamlıq. Teldən sonra tulu məstər mürəkkəb tamamlıq. Və mürəkkəb tamamlığın deyir seyyası, seylə mürəkkəb tamamlıq yaranmır axı. Yəqin ki, zətə görə deyir, amma nəzərə almır ki, orada əvəzliydi, bağlayıcı deyil. Deməli, fikir verirsinizsə, the manager told that clerk to complete the work in time. Mürəkkəb tamamlığın şərti var idi ki, sonradan gələn tulu məstər, tuzsuz məstər, ing formanı bu cümlənin mübtədası yox, aradakı şəxs görməlidir. İşi kim vaxtında görsün? Həmin o Mirzə, həmin o Kargüzar, reception, həmin o işçi. Nəsə qaranlıq qalırsa, deyim bir də izah edeyim. Buyuraq, 26-nın tərcüməsini yazdılar, amma cavabını görə bilmədim. Hə, Y. Bəli, deyir the window, Windows'u nə təyin edir? Ya Wiki ya Z. Düzdür? What heç bir ismi təyin eləmir deyə bəndi mümkün deyil. When özündən əvvəl gələn zaman mənalı ismi təyin edərdim. O da səhvdir. Sözünlüyə ehtiyacım yoxdur. Sözünlü zaten burada var deyə. A bəndi səhvdir. Hə, doğru. Z-in qabağına of yaza bilməzsən ki, sözünü yaza bilməzsən. Sözünü yazılar Wiki-in qabağına, Z-in qabağına yazıla bilməz. Və suru sözünüsü də V ilə işlənmir deyə cavab olur Wiki. Burada inşallah bir dənə məsələ var. Məsələn, mən through which də deyə bilərəm bana. Eyni şeydir. The window through which zero best climate is still open. Amma through axırda yazılanda təkcə zəti bura ortaya yazmaq olar. Çoxdan yerinə. Amma through ilə zəti yanmayan yazmaq olmaz. Biraz ehtiyatlı olun xırdalıqlarla var o. Təyin bu dağ cümləsində sözünün problemi başlığı altında izah olunub English for all-da. Öyle düzgün cavabı yeməli. 26 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 27-yə. 27 rahat olar sizin üçün. Antonim istəyir, nə var onu tapmağa? Bəli. Səhv. Antonimlərin səhv cütlüyünü istəyir. Attendance, davamiyyət, iştirak, absence, yoxluq. Doubtful, şübhəli, certain, əmin. Join, qoşulmaq, separate, ayrılmaq. Bunlar qəşəng antonimlərdir, burada söz yoxdur. Fall down, düşmək, yıxılmaq, rise, qalxmaq. Complain, şikayətlənmək, consider, hesab etmək. Bu necə antonim ola bilər? Nə əlaqələr var bunların? Ona görə düzgün cavab B variantı. Join, divide, ötəkidə var idi. Yəni, belə pis sıxmasın uşaqlar, bax. Milyon dəfə demişəm, hər gün statusa qoyuram. Yəni, belə pis sıxmasın. Allah Taala nə qədər ömür verib, nəfəs verib, mən bunları sizə deyəcəm də. Raskurtkadır, English for All-dur, topludur, nə kitabımız olur olsun da fərqi yoxdur. Onları mart ayında görəcəksiniz. Yəni, buraxılış nəzr olacaq, nə vaxt olacaq, bunlar sonraki işlərdir. Əsas odur ki, onu görəcəksən. Məsələn, bu günləri join ilə divide düşüb, sabahlar complain ilə consider düşəcək. Gələn doubtful ilə certain düşəcək. Bir gün başqa şey düşəcək, başqa şəkildə düşəcək. Reading-də, listening-də, writing-də nə fərq var? Öyrənməlisən vəssalam. 28 qəşəng sualdır. Söz ehtiyatıdır, bir balaca da məntiq istəyir ki, nə olar, nə olmaz. Nə otur, yazılır.
Deməli, ə, niyə səhvdir ay Ömər? Bilirəm nə deyəcəksən. Sən yaz, mən suala cavab verəcəm. Bir daha bu 4 dənə yoxlayaq. Deməli, to spend money pul xərcləmək, to waste money pul israf eləmək, to make money pul qazanmaq, to earn money pul qazanmaq. To buy money səhvdir. Onu öyle cavab gibi. İndi Ömer deyir ki, amma səhvdir məncə. Pul almaq olur da, bəzi kolleksiyaçılar köhnə pulları alır. Yaxşı söhbətdir. Düzü mən başqa cavablar eşitmişəm həmişə savadlı uşaqlardan. Deyir, müəllim, bəs biz gedib dollar alırıq, onu manat verib alırıq, pul verib alırıq. O əslində buy sayılmır, o exchange sayılır. Bunu sən orada mübadilə edirsən. Sən orada o mənada almırsan. Amma sən deyən də səhv deyil yəni. Biraz da orada bir sən nə var? Sən orada bildim nə edirsən. Orada pulu almaqdan çox, belə deyim də, əskinası almaq var. Biraz necə deyim, hə, ola bilər, amma Dövlət İmtahan Mərkəzinin öz testidir bu. Yəni belə psixosun mənim kəşfim ixtiram deyil. Dövlət İmtahan Mərkəzinin yadımda düz qalıbsa 2006-cı ildə çap elədiyi testin içindəndir bu cümlə və bu ifadə. Ki, orada cavab yevəndidir, Dubai mani olmaz belə. Bildim atam, bildim nə deyirsən. Bildim nə edirsən. Ki, məsələn, tutaq ki, da elə lap qədim pullar olsun, nə bilim mən. Hər yer düz deyirsən. Biz uşaq olanda palas pul deyilən bir pul növü var idi. Adasa 90-cı illərin əvvəllərində. Biz o pulu məsələn çox xoşlayırdıq. Belə yekəliyindən yekəliyindən xoşumuz gəldi. Günü bu gün gəlsə sən niyə qiymət verir, mən o alaram. Dəyərindən qat-qat baha. Buyuraq, 28 ilə bağlı sualınız varsa verin, yoxsa 2-29-a. Yenə söz ehtiyatı düşalar. Yəni mən söz ehtiyatına birisi nə qədərdən deyirəm. Bəli, cəbəndi. If you are, you will be able to make a good impression on other people. To make an impression on somebody kiməsə təəssürat bağışlamaqdır. Burada da good var deyə yaxşı təəssürat bağışlamaq. Deməli, mən yaxşı sözləri seçməliyəm, müsbət mənalı sözləri seçməliyəm. O bəndində ikisi mənfi. Unpleasant, xoş olmayan, naxoş. Impatient, səbirsiz, patient, impatient. Aktiv yaxşıdır, amma inattentive, diqqətsiz olmaz. Clever, polite bu cavabı bunu yazdınız. Shy, utancaq, o çox da pis xasiyyət deyil, amma impolite, nəzakətsiz ola bilməz. Gentle yaxşıdır, cruel, qəddar ola bilməz. Və nəhayət 30. 30 soru üçün. O biri cavabları görsənmirdi, artıq əməndin yazdılar. Yenə məntiq, yenə söz ehtiyatı, yenə düzgün fikirlər. If you are patient, əgər sən, bəli, asandır. If you are patient, əgər sən səbirlisənsə, you will never show your anger or nervous to others around you. Ətrafındakilara əsəbini, nerviləri göstərməyəcəksən. You never wait patiently deyir, səbirlə gözləməyəcəksən, never imkan vermədi. You show signs of impatience, səbirsizlik əlamətləri göstərirsən özdə hər situasiyada. You will be unable to treat naughty children calmly. Deyir, əgər səbirlisənsə, gecə nadinc uşaqlarla sakit işləyə bilməyəcəksən, davrana bilməyəcəksən, treatment ehtiyatlı olma ikilana verir. Homonim məsələsi, bir mənası rəftar eləmək, bir mənası müalicə eləmək. Unable da belə getdi. Bu yanda da you will not become a successful teacher, uğurlu müəllim ola bilməzsən. Əksinə, uğurlu müəllim olmaq üçün böyük səbir lazımdır uşaqlar. Burada o qədər xırda nüanslar var ki, siz tələsən varsa, məşğələsi, digər işlər olan varsa, çıxsın, mən ümumi danışası şeylərim var. Məsələn, səbirsiz adam ona görə bu dövrdə müəllim ola bilməz ki, həqiqətən də biz elə haqsızlıqlar, elə hadisələr və s. bənzəri şeylər görürük ki, valla səbirsiz insanın ürəyi partlayar. Səbirsiz insan orada ya öz ölümünə, ya kiminsə ölümünə səbəb olar. Həqiqətən çox pis dövrə denk gəlmişik. Gündə bir hadisə, gündə bir lazımsız bizim cəmaata, cəmiyyətə yaraşmayan şeylər görürük, eşidirik. Bəzən özümüz onun iştirakçısına çevrilirik. Bunları nəzərə alanda həqiqətən də səbirsiz insan həqiqətən bu dövrdə müəllim ola bilməz. Səbirlə, təmkinlə dərsini keçməlisən. Səbirlə, təmkinlə keçəcəyin dərsləri oxumalısan, hazırlaşmalısan.
Yəni bunlar həqiqətən də insandan çox, çox, çox şeylər tələb eləyir. Təkcə yəni yalnızca səbirlə deyil, digər şeylər də var. Belə sualınız, təklifiniz, iradınız varsa yazın və ya səsi açın deyin. Yoxdursa yavaş-yavaş sağollaşaq. Sağ olun, sağ ol Aytən. Sağ ol Ömər. Fəal iştirak elədiniz. Çox sağ olun. Sağ ol Fatih. Yalan deyirəm ay Ömər valla. Bilirsən axı mənim futboldan çox elə güclü başım çıxmır.